Allah bərəkət versin qardaş. Allah köməyin olsun. Bu neçə keçidir, nətərdir, bir dənə ətraflı məlumat ver. Bu 85 baş keçir qardaş. 85. Bəli. Bunun- Ana balada yəni Əyağı yeriyən 85 dənədir. Yəni hardasa 60-ı, 58-i ana keçidir. Ana keçidi. Hə. 60 dənəsi ana keçidi. Hə, Yerdə qalır belə 25 dənəsi 25 var. qalır da yerdə, hə. Hə, Bunlardakı o saydadır da, bala sayındadır deyək. Hamısı qardaş. Mən əyağı nə satıram? Əyağı yeriyən, əyağı yeriyən. Hə. Buyur qadanam, bunun neçəsi yaşlıdır, neçəsi nətərdir, bir dənə ətraflı məlumat ver. İçində yaşlısı yoxdur. İndi 1-2 dənəsi olarsa onu da lap çıxarda bilərik. 1-2 dənəsi olsa yaşlı çıxarda bilərlər. 1-2 dənə də bax belə xırda çəpişim var. 3 dənə, 4 dənə belə də. Allah bərəkət. Bunlar neçənin desən qaqa? Bunlar 130 manatdan qardaş. 130 manatdan. Hə. 230, 130. Yox, 130 manatdan. Maşallah olsun, yoxsa münasib qiymət deyirsən. Hə, yəni satacağım o deyil. 130 manat. Hə, alacağım da yəni. Elə bil belə deyək də, o bala sayda olmaq şərti ilə 85 keçini 130 manatdan deyirsən verərəm. Bala dəndə bunu çox ölüb deyə bax belə yekə kəsməli çəpişlər. İçində kəsməli çəpişləri Deyə çoxdur. bax onun özü çəpişdi. Onun özü o 60-ın içində deyil də. Yox, yox, O hamısı o 25-in içindədir də. 25-in içində. 25-in içindədir. Bildim qaqa, bildim nə deyirsən. 60 dənə iri keçid, ana keçid. Ana keçid. Allah bərəkət versin. Bir yerdən də deyirsən 130 manatdan verərəm. Hə, yəni 130 manatdan. İnşallah tez zamanda satılar bu keçin. Allah Qiyməti münasibdir. Hə, yəni Alan qardaşlar da baxsın. Bu gün də aprelin neçəsidir hə? 22-si. 22-si aprel. 22-si aprel belə keçilər çıxdı satdığa. Qiymət də 130 manat.